Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah'ın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Yunus surəsi 100-cü ayə. Bu ayədən anlaşılır ki, Allah subhanahu ta'ala bir kəsin iman etməsini istəyibsə, ona icazə vermişdir. Əgər və bu ayənin ziddi, əgər birinin iman etməsini istəməyibsə, demək o kəs iman edə bilməyəcəkdir. Hətta Təbbət surəsindən bizə məlum olur ki, Resulullah sallallahu aleyhi və səlləmin əmsi Əbu Ləhəb, onun barəsində ayə indikdən sonra 7 il sonra Əbu Ləhəb həyatda yaşayıb, Resulullah sallallahu aleyhi və səlləm dost olma əmsi olub. Həyatda yaşayıb, amma yalandan da olsa, La ilahə illallah Muhammeden Resulullah söyləmək, yalandan da olsa. Yəni bu hətta bizə bir daha sübut edir ki, Quran-Kərimin möcüzələrindən biridir və bir çox insanların da iman etməsinə vəsilə olan ayələrdən biridir. Həqiqətən hər şey Allahdandır. Hər şey Allahdandır. Və bir digər ayədə deyilir ki, Estağfirullah, Allah istəməsə, siz istəyə bilməzsiniz. Məsəl üçün, tutalım ki, siz birinə bir yardım etmək istəyirsiniz, onu sizin qəlbinizə salan Allah subhanahu ta'aladır. Allah subhanahu ta'ala, onu sizin qəlbinizə salan Allah subhanahu ta'aladır. Və siz onu etsəniz, bu da Allah subhanahu ta'ala sizə verdiyi lütfüdür. Və Allah subhanahu ta'ala o qədər adildir ki, bir çox ayələrdə, bəzi ayələrdə mən var, amma bir çox ayələrdə biz deyə xitab edir. Orada da Allah subhanahu ta'ala qullarına ədalətlə davranır. Qullarına ədalətlə davranır və bizi də xeyir əməllərə vəsilə edir. Yəni əslində sənin birinə yardım etməyin, birinə yardım etməyin deyəndə burada dərin bir məna var. Təkcə birinə yardım etməyin, ona məsəl üçün belə deyək də bir borcu varsa borcunu ödəməyin və yaxud da ki evinə tutan ki çörək lazımdır, un lazımdır, gedib onu aparmağın təkcə o deyil. Birinin iman etməsinə vəsilə olmağın belə o da Allahdandır. Hər şey Allahdandır. Hər şey Allahdandır. Yəni sənin addım atıb bir qardaşını ziyarət etməyin belə o da Allahdandır. Çünki o qəlbi sənə, o düşüncəni sənə verən Allah subhanahu ta'aladır. Və burada da Allah subhanahu ta'ala səni vəsilə edərək sənə rəhmət edir, sənə mərhəmət edir və sənin savabların artması üçün səni öz yolunda hərəkət elətdirir. Resulullah sallallahu aleyhi ve sellem bir hədisi var. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, Allah deyir bir qulun xeyrini istəsə, onu xeyirdən xeyrə qaçırdar. Yəni xeyirdən xeyrə yollayar. Bu nə mənada gəlir? Yəni məsəl üçün səhər sübh namazını qılırsan, sübh namazından sonra işə gedirsən, işdə biri su istəyir, su verirsən, birinin borcu olur, məsəl üçün onu verirsən, bir kimsə, qardaş, bacı kimsə səndən bir yardım istəyir, ona bir yardım edirsən, biri səndən bir sual verir, Allah'a məsələn, bu haramdırmı, bu halaldırmı, bilirsənsə, deyirsən, bilmirsənsə, Estağfirullah, Allah subhanahu ta'ala Quran-Kərimdə buyurur, bilmirsinizsə, bilənlərdən soruşun. Bilənlər kimlərdir? Bilənlər o barədə məlumatı olan kəslər, alimlərdir. Məsəl üçün, elə bir məsələ ola bilər ki, sənin ondan, məsələn, elmin yoxdur, elmin zəifdir ondan. Onda bilənlərdən soruş. Amma yalan danışma. Yalan danışmaq həqiqətən müsəlmana yaraşmayan bir hərəkətdir. Hətta Resulullah sallallahu aleyhi ve sellemin bir hədisində buyurulur ki, Resulullah sallallahu aleyhi ve sellem sual verilir sahabelər. Ya Resulullah deyir, ümmətin zina edər mi? Resulullah sallallahu aleyhi ve sellem deyir ki, bəli. Sonra sual verilir ki, ya Resulullah, ümmətin içki içər mi? Yəni sərxoş edici bir maddə içər mi? Resulullah sallallahu aleyhi ve sellem deyir ki, bəli. Sonra sual verirlər ki, ya Resulullah,
ümmətin yalan danışar. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, ümmətim yalan danışmaz. İndi bu o mənaya gəlmir ki, o birilərin eləmək olar, amma yalan danışmaq olmaz deyil. Burada dərin bir məna var. Həqiqətən yalan. İxlassız qəlbin mayasıdır. İxlassız. Yalan olan qəlbdə düzgünlük yer tapa bilməz. Sən qəlbində yalanı hətta heç bir halda eləməlidirsən. Hətta Allaha belə yalan danışma. Allahla sənin aranda olan sənin məsələn belə deyək, elə bir əməl var ki, o Allahla sənin arandadır. Heç kəsin ondan, heç bir məxluqatın ondan xəbəri yoxdur. Amma tutalım ki, orada xeyir əməli də var, orada pis əməli. Bir pis əməlin var, Allah Subhanahu taala onu bilir və bir sən bilirsən, başqa heç kəsin ondan xəbəri yoxdur. Orada belə səmimi ol. Yalan danışma. Məsələn, dua edin, deyirsən ki, ya Allah, mən filan məsələn günahlar etdim. Ya Rabbi, mən sənə tövbə edirəm. Necə ki, sən mənim nöqsanlarımı örtmüsən, ya Rabbi, ya Allah, bu dünyada örtmüsən, qiyamətdə də mənim bu günahlarımı ört. Yəni, bu hər bir şeydə işte Allah Subhanahu taala nəyi istəyibsə o olur. Baxın, Allahın icazəsi olmadan heç kəs iman gətirməz. Allah istəməsə siz istəyə bilməzsiniz. Deməli, Allah Subhanahu taala istəyir ki, sənin günahların gizli qalsın. Sənin xeyir əməllərin məsələn gizli qalsın istəyirsə, deməli ki, Allah Subhanahu taala o həmin xeyir əməllərin gizli qalmasını istəyib. Və ya hansısa günahının gizli qalmasını istəyibsə, deməli Allah Subhanahu taala onun gizli qalmasını istəyib. Esselamu aleyküm və rəhmətullah və bərəkətuhu.